Hamıya salam. Sizinlə analitik xidmət sistem Guru Markets. Şirkət üçün ümumi məlumatlarla başlayırıq. Maraqlanırsınızsa fasilə verə bilərsiniz. Təşkilatın bütün parametrlərinə diqqətlə baxa bilərsiniz. İndi şirkətin əsas göstəricilərini müqayisə edək. Equinox Gold Corp, ticker EGHI. Baxış 1 aprel 2025-ci il tarixinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru Markets təşkilat Equinox Gold Corp alt kateqoriyaya aiddir. Metal Drag təhlildə 67 təşkilat iştirak edir və bu çox təmsil edicidir. Bu videonun sonunda sifariş cədvəlinə baxın. Sözü gedən şirkət üçün ümumi nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta nəticə 2,1 bal. Geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında cəmi birja üzrə orta balın 1,9 bal olduğunu görə bilərik. Şirkət üçün 6,5 bala qarşı Equinox Gold Corp. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Equinox Gold Corp və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. Equinox Gold Corp. %22,3 dəyişiklik göstərdi. 55,7% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu qəti heç nə demir, amma bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Equinox Gold Corp. 3,14 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 365 milyard dollardır. Equinox Gold Corp 0,861% paya malikdir. Bu alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 3,37 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 158 milyard dollardır. Equinox Gold Corp 2,132% pay təşkil edir. Bazar və balans dəyərinin işğal olunmuş səhmlərini müqayisə edərək aşağıdakıları görə bilərik. İşğal olunmuş pay Equinox Gold Corp bir alt kateqoriyada mübadilə dəyəri qiymətləndirildikdə isə %0,861-dir. Balans dəyəri 2,132% təşkil edir. Bu da bazar dəyərinin payından 148% çoxdur. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Təşkilatın borcları 1,418 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 42,1%-ni təşkil edir. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə bal yaxşı 1 bal. Şirkətin bazar dəyərinin mənfəətinə nisbəti 11,6-dır. Alt kateqoriya üzrə orta göstərici 30,1 olmaqla bu alt kateqoriya üzrə orta göstəricidən 61% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja qiymətinin mənfəətinə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 270 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 424 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 57,1% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2,1-dir. Alt kateqoriya üzrə orta göstərici 3,7-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 43% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar qiymətinin onun gəlir göstəricisinə qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 1,520 milyon dollar olub.
Gələcək 12 ay üçün gələcək gəlirin 2,380 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 57% çoxdur. Gözlənilən gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 1 bal. Marja 17,8%, alt kateqoriya üzrə orta hesabla 12,4% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 5,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0%dir. Bu da bazar kapitallaşmasının payından azdır. Və bu fakt təşkilatın bazar qiymətini göstərir. Equinox Gold Corp. Təşkilatın hər bir işçisi üçün bazar kapitalının məbləği $0,000 bərabərdir. Alt kateqoriyada isə $3,529,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 100%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi dözümlü -0,5 bal. Şirkətin fərdi işçisinə düşən mənfəət $0,000'dır. Alt kateqoriyada orta qiymət $117,200'dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 100%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi dözümlü 0 bal. Təşkilatın hər bir işçisi üçün gəlir $0,000'dır. Alt kateqoriyada $943,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 100%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə hər bir şirkət işçisi üçün gəlir payının qiymətləndirilməsi dözümlü 0 bal. Qısa müddətli əməliyyatların həcmi 6,5%, alt kateqoriya üzrə orta hesabla 1,8% təşkil edir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Göstərici rəəsi 14 şirkət üçün %53 səviyyəsini göstərir. Equinox Gold Corp. Alt kateqoriyada bu səviyyə 66%dir. Texniki olaraq, alt kateqoriyadakı səhmlər daha yüksək qiymətə malikdir. Equinox Gold Corp. Şirkətin cari səhm qiyməti təxminən $6,87'dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $7,79'dır. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 13%dir. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, bağlanmış şərhdə ona bir keçid. Sifariş cədvəlində məlumat və istinad qiymətləndirmə sistemi tərəfindən bu mövsüm qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Təhlilə əsaslanır. Equinox Gold Corp. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. 6,88 qiymətində alış ticarəti açın. Sifariş şirkətin nisbətən yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilat qiymətləndirmə meyarları AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 7,91 səviyyəsində müəyyən edilmişdir. Stop loss 5,85 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra 01 may 2025-ci il tarixində birja ticarəti başa çatdıqdan sonra sifariş avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker WSAS satış üçün balanslaşdırıcı ticarət olacaq. Balans sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən biri bağlandıqda əsas və ya balanslaşdırıcı. Əks sifariş cari qiymətlə müəyyən edilir.
Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun Guru Markets.